Salam, hörmətli izləyicilər, dəyərli tamaşaçılar. Üzümü tuturam buradan ölkə başçısına müraciət edirəm ki, Astara rayon sakini Famil Bağırov, Cənab İlham Əliyev, mən sizə bildirmək istəyirəm ki, 10 ildir Astara rayonunda baş vermiş qanun pozuntusu ilə mən baş-başayam. 10 ildir ki, Astara rayonunda müəyyən 14.05.2016-cı il tarixdə atam Zaydığa Bağırovun ölüm hadisəsi ilə bağlı hadisəni törədən şəxsin kimliyi məlum olaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olaraq o şəxs Astara rayon 3 prokurorunu bu günə qədər maliyyələşdirərək və törətdiyi cinayət məsuliyyətindən yayınmaqla Astara rayon 3 dənə prokuroru və bir neçə polis əməkdaşları istintaq bölməsi əməkdaşları olaraq onlar Nadirov Samir Aydınoğlunu bu günə qədər məsuliyyətdən yayındırıblar. Yəni deməyimin mahiyyəti odur ki, şikayətimin mahiyyəti ondan ibarətdir ki, sonuncu dəfə Daxili İşlər Naziri Baş İstintaq və Tədqiqat Şöbəsindən polis müstəntiqlərinin qanunsuz hərəkətlərindən bağlı Astara rayon prokurorluğuna sənəd təqdim olunub ki, yəni rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 297 və 213 maddəsinin tərkib hissəsini pozma faktları varsa, onunla bağlı rayon prokurorluğuna müraciət olunub ki, və zəruri tədbir görülsün. İstintaq materiallarında saxtakarlıqlar var, müşahidə olunur. Bu günləri ayın 16-sı 02.2026-cı il tarixdə mən Astara rayon prokurorluğuna qəbuluna girərək, əlində olan faktiki sübutlu sənədləri ona təqdim edərək və qarşı tərəf prokuror olaraq Astara rayon prokuroru, ittihamçı prokuroru Əli Əliyev mənim əlimdə olan faktiki sübutlu sənədləri nəzərdən keçirərək bildiyinə görə bu işdə hər hansı bir günahları var və əks təqdirdə mənim şikayətimi təmin etməyərək polis əməkdaşını çağıraraq mənlə qərəzli olaraq provokasiya yaratmışdır və qapıda duran polis əməkdaşını çağıraraq onun vasitəsilə məni otağından qovmuşdur. Mən bildirmək istəyirəm ki, Cənab İlham Əliyev rayon prokuroruna bu boyda dövlət büdcəsindən vəsait ayrılırsa, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək naminə Astara rayon prokuroru nəyə qulluq edir Astara rayonunda? 10 ildir mən Astara rayonunda o orqan yoxdur ki, şikayət etməyim. Yəni bu günə qədər mənim şikayətlərim təmin olunmur. Dövlətin ali qanunlarına kölgə salan məmurlar nəyə görə bu günə qədər vəzifədə qalıblar, nəyə görə vəzifələrini icra edirlər? Bunlar niyə məsuliyyətə cəlb olunmur, Cənab İlham Əliyev? Mən üzümü tuturan baş prokuror Kamran Əliyevə dəfələrlə qəbulumuza girmək üçün bütün rayonlara mən sürünürəm. İstər İmişli rayonunda, istər Şirvan rayonunda, Şirvan qəsəbəsində. Yəni sonuncu dəfə Suraxanlı rayon prokurorluğunda qəbul keçirildiyi vaxtı bildim və yaxınlaşdım. Qəbul şöbəsinin əməkdaşı Toğrul adlı şəxs mənim adımı qəbula yazaraq mənə təklif etdi ki və bildirdi ki, gələrsən Suraxanlı rayon prokurorunun qarşısında saat 8:10-da orada olarsan, mən səni qəbula salaram. Amma əks halda mənə qəbula salmadı. Polis əməkdaşlarına örgədərək məni maşına salıb apardılar qanunsuz olaraq polis bölməsində saxladılar ki, mən qəbula girə bilməyim. Nə vaxta qədər olacaq bu haqsızlıq? Xahiş edirəm, buna ciddi tədbir görülsün. 15 nəfərə yaxın polis və prokurorluq əməkdaşları ilə mən baş-başayam. Atamın ölüm işi cinayət işi materiallarında saxtakarlıqlar var və cinayətkar məsuliyyətdən yayınır. Əlavə olaraq da bu insan 8 il üstündə cinayət işi olaraq bu dövlət sıralarında işləyərək dövlətin maliyyə büdcəsinə külli miqdarda ziyan vurub bu insan. Bu şəxs niyə məsuliyyətə cəlb olunmur? Çünki bunun arxasında sabiq general mayor İlqar Abbasovun adamı olduğuna görə, bunun yaxın bir qohumu olduğuna görə bu şəxsi illərdir ki, məsuliyyətdən yayındırırlar. Cəlbetmə müddətini bitiriblər. Artıq 10 ildir mən bu işlə bağlı mübarizə aparıram. Xahiş edirəm buna zəruri tədbir görülməsinə görə mənim şikayətimi təmin etməsindən lazımi tədbirlər görəsiniz.